Allahümme salli ala Muhammedin ve ala Muhammed. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Hal-hazırda biz Keşrə qəbristanlığındayıq. Demək olar ki, mənim ən qədimi bir dostum biri də burada yatır. Allah'ım oğlum müstəbah. Allah onun ruhunu şad etsin. Onun məzarının qarşısındayıq. Oğlum müstəbah əmi yaxşı insan idi. Gəl edirəm, mən danışıram. Adısı 30 il ondan qabaqda. Bizim kəndə tez-tez gələrdi. Mənlə də onun müsbət xüsusiyyətləri bu idi ki, həm vaiz idi, yaxşı söhbəti var idi. Həm rozu xöməyi var idi, həm mərsiyə deməyi var idi. Özü də çox belə klassik ədəbiyyatdan, fars dilində, ərəb dilində hikmət amiz. Özü də bilsən, gəldi Sultan, gəl, video sıralara göndərmişəm Fransada. Biz mən Sultan gəlmək istəyir, mən zaman edim. Aç dəftərini, aç qələm götürün, yaz, başqa aləm. O öz bildiyini sürdürdü, yaz. Farsça, ərəbcə şeirlər, bəlkə hikmətli sözlər, yaz. Ey bərabər, bigiriz əz yaribət, yaribət, ətər buvət əz maribət, yaribət tənha tora, əz zanzənət, maribət tənha tora, əz zanzənət, yaribət həm can, həm iman zənət. Deyirəm, mənasındadır. Deyir ki, ey qardaş, qaç pis yoldaşdan, pis adamdan, pis dostdan qaç. Pis dost, pis ilandan betlərdir, pis ilandan da pislərdir. Ne üçün? Maribət tənha tora əzzan sənə. Zəhərli ilan tek səni sancar canıvi, ölərsən. Yaribət, həm canı, həm iman sənə. Pis dost, həm canıva ziyan verər, öldürərsən, həm də imanımı ziyan verərsən. Belə hikmətamiz. Bu şeiri də o deyib. Neçə dənə belə də indi. Yəni, o bildiyini təhvil verirdi ki, onun elminin zəkatıdır. Yəni, qəşəng də ibrətamiz, çox belə, həddinə, fars dilində çox şeirlər bilirdi, qəşəng. Ərəb dilində. İmam Hüseyinlə danışır. Həzrət Əlidən o göndərdiyim o videodur da, Həzrət Əlidən deyir o şeirlər hamısını çıxışında. Yəni ki, məhəbbətli insan, Bakın ətraf kəndlərini onu meclislərə götürürdülər. Məşhəd Qərib meclisi var bu zonada. Hələ şey olan, yolu yaxın olanda gəlirdi mənim yanıma. Gəlirdi, mənə çox istəyirdi. Gəlirdi, o hələ bu söhbətlərə görə. Hələ çatan kimi də deyirdi ki, birinci sözü bu, dəftərim yanında çıxardı. Çıxardı. Bir də qəşəng etdirdi, ləzzətli. Bunlar hikmət damısı, məntiqdir. Mən üçün yolda gələndə danışdı. İnsanın iki dənə qidası var. Bir maddi qıdadır, bir də ruhlu qıdadır. Maddi qıda, maddiyat yeməyimizdir, içməyimizdir. Maddiyatdır da dünya. Giyimdir, nə bilim, hər şey maddiyat. Təbii ki, bədən üçündür. Amma mənəvi qıda, bugün biz burada mənəvi qıdadır. Bu ruhu qıdadır. Ruh da acdır, o da yemək istəyir. Mənəviyyat ruhun qıdasıdır. Bu ruhu qıdadır. Biz gəldik bura, ruhu qıda, insan necə maddiyatdan qidalanır, istəyir ki, qüvvəli olsun, yaşasın. Ruhu da qidalandırmaq lazımdır. Ruh qidalansa, ruh inkişaf eləsə, insan bədəni, insan böyüklüyünə ölçülmür. Ki, böyüklük. Çünki insan özünüz bilirsiniz, dünyasını dəyişəndə zəifləyir, arıqlayır, apab dünyasını dəyişəndə qoyurlar qəbrə. Bu bədən torpağa arışır gedir. Amma ruh yox. Ruh inkişaf eləsə insanın böyüklüyü onun ruhundadır. Ruh inkişaf eləsə insana əzəmətli olur, ruhlar aləmində, ərzaq aləmində, Allahın dərgahındadır. Ona görə də, yəni bu kişilər, bunların ruhu böyük insanlar idi. Ona görə bunlar iz qoydular. Allah müəllimlik elədilər, ustadlıq elədilər, minbər qoydular meclislərdə olsun. Qəşəng vaizliyi, mərsiyə xanlığı, Allah onun ruhunu şad eləsin. Allah qismət elədi. Bu günlər biz də gəldik. Onun məzarını ziyarət elədik. Nədir oxuyun. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات وإلى روح المرحوم المغفور المعلوم وبالفاتحة. بسم الله الرحمن الرحيم.